İran İsraillə bacarmır, amma əsəbidir. Təhlükəsizlik sistemləri işləmir. Pilotsuz uçan aparatlar Tehranın qəlbinə qədər girir. Nüvə obyektlərində partlayışlar olur. Bəs bu dırnaqarası böyük dövlətin cavabı nədir? Gözünü Azərbaycana dikmək. İsraillə bacarmayıb bölgədəki yeganə müstəqil, güclənən Türk dövlətinə hədə-qorxu gəlmək. Dronlarla, raketlərlə və bir də terrorçularla. Amma görünür Tehran yenə unudur. Bu tərəfdə dövlət var. Öz xalqını, sərhədini və insanını qoruyan dövlət. Çox uzağa getməyək. Son 2 ildə İranın Azərbaycana olan dırnaqarası mehriban qonşuluq siyasətinə nəzər yetirək. 2023-cü il martın 28-də Azərbaycan millət vəkilinə qarşı təşkil olunan sui-qəsd sadəcə bir cinayət deyildi. Bu, Tehran rejiminin terroru siyasi alətə çevirməsinin daha bir sübutuydu. Nə təsadüf elə həmin gün təhlükəsizlik orqanlarımızın yaranmasının 104-cü il dönümü qeyd olunurdu. Və ertəsi gün, yəni martın 29-da Azərbaycanın İsraildə səfirliyi açılırdı. Bəli, elə bil Tehran mesaj verirdi. İsraillə dostluq edirsinizsə bu sonunuz olar. Amma görünür poçtalyon ünvanı səhv salmışdı. Biz o mesajı açmadıq. Əvəzinə göndərənin əməllərini oxuduq. Digər tərəfdən İran həm diplomatik nümayəndəliklərə silah çəkir, həm də öz media şəbəkəsində Azərbaycan xalqına, Azərbaycan prezidentinə qarşı nalayiq ifadələr işlədir. Adını da dırnaqarası azad media qoyur. Arxasında isə Sepa, Ettelat, mollalar növbəyə düzülür. Sosial şəbəkələrin İran segmentində isə dövlətimizə qarşı terror çağırışları tirajlanır. Hətta bəzi kanallar raketlə hücumdan belə danışırlar. Təbii ki, dırnaqarası dəqiq və etibarlı mənbəyə, heç kimin tanımadığı bir Telegram profilinə istinadla. Unutmamalıyıq ki, İran İslam dövləti olmasına rəğmən Azərbaycanın vətən müharibəsində Ermənistana açıq dəstək vermiş, onun əsas silah təminatçılarından biri olmuşdu. Bu azmış kimi Zəngəzur dəhlizini bu gün də özünün qırmızı xətti adlandırmaqda davam edir. Niyə əcəba? Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması İranı bu qədərmi narahat edir? Vətən müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən bu rejim dırnaqarası fəaliyyətini ölkəmizdə qurduğu casus şəbəkələri ilə davam etdirmək istəyib. Bu alınmayanda isə aqressivləşib. Amma unudur ki, bu ölkədə dövlət təhlükəsizliyi xidməti var. Sadəcə dinləyən deyil, zərərsizləşdirən bir qurum. Və ən əsası bu ölkədə xalq var. 20 yanvarın qanlı küçələrindən, Qarabağın odlu dağlarından, müstəqilliyin acı şirin yollarından keçmiş bir xalq. Onu nə raket qorxuda bilər, nə də molla fətvaları. Bəli, bu xalq öz dövlətinə inanır. Bu xalq prezidentinə arxayındır. İran rejiminin 45 illik uğursuz metodları ilə bu xalqın iradəsini qırmaq mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq. Molla rejimi nəhayət anlamalıdır ki, Azərbaycan kimsənin qaranlıq oyunlarının qurbanı deyil və bir daha xatırladaq, təhdid dili bizim üçün çoxdan ölü bir dildir.